Ölkə mediasında böyük rezonans doğuran, lakin hələ də öz həllini tapmayan məsələ ilə bağlı yeni xəbər var. Söhbət Ədliyyə naziri Fərid Əhmədovun bibisi oğlunun iş xanımının əlindən dəyəri bir neçə yüz min manat olan avtomobilini qanunsuz alması iddiasından gedir. İllərdir qazilərə yardım etməklə, xeyirxah işlə məşğul olan iş xanımı kanalımıza növbəti dəfə müraciət edərək yüksək vəzifəli qohumunun adından istifadə edən şəxsin qanun qarşısında cavab verməsini istəyir. Xanım şikayətçi bildirir ki, artıq bir neçə aydır ki, şikayət etməsinə baxmayaraq bugünə qədər problemli məsələ həll olunmayıb. Ona qarşı törədilən haqsızlığa göz yumulur. Yaranmış gərginlik fonunda xanımın səhhətində ciddi problemlər yaranıb. Psixoloji sarsıntı keçirib və artıq demək olar ki, intihar həddindədir. Həmçinin avtomobili alan zaman yaranmış borcu qaytarmaq vaxtıdır, lakin xanım bu sıxıntıdan da xilas ola bilmir. Qeyd edək ki, zərər çəkənin sözlərinə görə avtomobil hələ də Ədliyyə Nazirliyinin tabeliyində olan duracaqda saxlanılır. Məsələdə nazir Fərid Əhmədovun adının hallanması işi bir qədər də çətinə saldığından şəxsən nazirlə görüşmək cəhdi də baş tutmur. Belə ki, xanımın sözlərinə görə martın 6-sında Qobustanda vətəndaş qəbulu zamanı görüşə getsə də qəbula düşə bilməyib. Xanım kanalımız vasitəsilə xarici ölkə səfirliklərinə də müraciət edərək ona bu məsələdə köməklik göstərilməsini istəyir. Problem həll olunmayacağı təqdirdə isə ölkə vətəndaşlığından imtina edəcəyini də bildirir. Xatırladaq ki, xanım məhkəməyə müraciət edib və onun xeyrinə qərarın verilməsinə baxmayaraq, Binəqədi rayon İcra Proporsiya şöbəsində məhkəmə qərarı icra olunmur. Səbəbi isə Fərid Əhmədovun göstərişi olduğu iddia edilir. Şikayətçi son olaraq kanalımız vasitəsilə bir daha Azərbaycanın hüquq mühafizə orqanlarına müraciət edərək problemin həll olunacağını və məsələdə ədalətli qərar gözlədiyini bildirir. Mövzu diqqətimizdədir. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.